Ağaz 250 manatı alırsan 250 manat. Plus özün də hərəkət edirsən bir 300-400 manat da oradan gəlir. Mən bütün günü gedim çayxanaya gəlməyim. Hardan olsun o pul? Hardan gəlsin o pul? İşləməsə sağ pul verən olar. Ay insan, iş var Azərbaycanda. Hardadır iş? Ha niyə yoxdur? İşdən çox iş var. Niyə yoxdur ki? Sətər? Özün dediyinə özün inanırsan heç olur. Fayselə heç bir şey... Qardaş, sən mən inanmıram. Aç. Ay, Neftas ölkəsində 20 manata işləməlisən sən. Günü. Ay qardaş, onlar öz problemlərdir, bizim problemimizdən. Bizim problem odur ki, akşam evə gələndə qardaş, bugünkü gündə artıq pul lazım deyil. Mənə lazımdır ki, evə gələndə 1 kilo qəndim alım, 1 kilo pesoğumu alım, 2 dənə çörəyimi alım. Bir 3 manat, 5 manat da qoyum qırağa. Vəssalam. Aşkım, burada nə var ki? O bilsən nə vaxtacan? Nə vaxtacan bu bilsən? Emir, sən üstün.